seçmək ki, biraz da bugünkü cəmiyyətin də örnəyidir bu seçmə. Hə, konkret Hollandiyada var məsələn. Necə yəni cinsual seksual seçmə əsasən dişiləri əsas götürək. Erkəklər dişi uğrunda vuruşur. Dişi kimi seçəcək. Ona görə vurur. Bugünkü cəmiyyət. Məsələn, belə deyək, ümumiyyətlə şirlərə baxırlar ki, erkək şirlər bir-biri ilə vuruşur, qalib gələn dişi tərəfindən seçilir. Məsələn, şir populyasiyası üçün dişiyə güc önəmlidir. Amma gəlib görürlər ki, məsələn, tavus quşlarına burada artıq güc yox, görünüş önəmlidir. Görünüş önəmlidir. Çünki belə deyək də, biz görürük tovuz quşları quyruğu qəşəng bəzəkli. Həmin tovuz quşları əslində quyruğa görə zəifdir fiziki olaraq. Amma dişi onu seçir deyə yaxşı görüntüsü var. Güc lazım deyil. Dişi üçün görünür, motiv güc deyil. Hə, artıq həyatda qalan onlardır və ondan cinsi əlaqədə olur. Bu cinsi dimorfizmdir. Bəli. Bu cinsi dimorfizmdə fikir vermişəm ki, poliqamlıq və monoqamlığın da təməli burdan gəlir, səhv eləmirəmsə. Məsələn, o dediyin tovuz quşu da erkək nə qədər qəşəng və güclü olursa, bir o qədər çox dişisi olur. Yəni xoruza baxaq da, xoruz toyuqdan qəşəngdir. Elə baxanda uzaqdan görürsən. Xoruz çünki erkəkdir və ən yaxşısı seçilib, ən yaxşı dişilər hərdən ən yaxşısını seçib. Sonra xoruz dişini ortalamada keçib. Elə bax, yazıq, hambal. Amma məsələn baxırsan xoruza yaraşıqlı qəşəng bir şeydir. Məsələn,